İran Bərdən Ermənistana gedən yük maşınını vurdu. Bərdən Ermənistana hidravlik platforma daşıyan ağır tonnajlı konteyner maşını İranda ateşə tutulub. Axar az xəbər verir ki, bununla bağlı Sputnik Armeniya agentliyi xəbər verib. Bildirilir ki, hadisə bir neçə gün əvvəl Ermənistan-İran sərhədində yerləşən Norduz sərhəd keçid məntəqəsindən təxminən 500 kilometr aralıda baş verib. Məlumata görə, mərmi düşən zaman sürücü İran vətəndaşı hadisə yerində olmayıb. Yük maşınının dayanacaqda saxlanılması itkilərin qarşısını alıb. Qeyd olunub ki, zədələnmiş və yanmış konteyner bir gün əvvəl İrəvana aparılıb və hazırda dəymiş ziyanın dəyərləndirilməsi aparılır. Donald Trumpdan gözlənilməz addım, Hürmüz boğazı bağlı qalsa belə İrana hücumlar dayandırıla bilər. ABŞ prezidenti Donald Trump'ın Hürmüz boğazı bağlı qalsa belə İrana qarşı hücumları dayandırmağa hazır olduğu iddia edilir. Məlumata görə ABŞ rəhbərliyi boğazın açılması üçün hərbi əməliyyatın münaqişəni uzada biləcəyini düşünür. Bunun əvəzinə İranın hərbi imkanlarını zəiflətmək və diplomatik təzyiq göstərmək planlaşdırılır. Əgər diplomatiya nəticə verməsə, Vaşinqtonun boğazın açılması üçün Avropa və Körfəz müttəfiqlərinin daha fəal rol almasını gözlədiyi bildirilir. Qeyd edək ki, İran ABŞ və İsrail hücumlarına cavab olaraq boğazı bəzi gəmilər üçün bağlayıb. İsrail Tehrana yeni zərbələr endirdi. İsrail Müdafiə Qüvvələri Çaxal Tehrana daha bir hava hücumu edib. Axar az xəbər verir ki, bu barədə Çaxal məlumat yayıb. Məlumata görə zərbələr İranın infrastruktur obyektlərinə endirilib. İran mediası zərbələrdən sonra paytaxtda elektrik kəsintiləri barədə məlumat yayıb. İsrail Hərbi Hava Qüvvələri HHQ Tehrandakı istehsalat sahələrinə endirilən növbəti zərbələr dalğasının başa çatdığını açıqlayıb. Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib. Hücumlar nəticəsində ballistik və tank əleyhinə raketlər üçün komponentlərin istehsalına cəlb edilmiş obyektlər, o cümlədən döyüş başlıqlarının partlayıcı maddələrlə doldurulması zavodu, elmi tədqiqat kompleksi və müasir döyüş vasitələrinin istehsalı sahələri vurulub. Həmçinin tank əleyhinə və zenit raketləri, eləcə də digər silahlar üçün komponentlərin istehsalı ilə məşğul olan istehsalat və təcrübi konstruktor sahələri də zərbələrə məruz qalıb.